Dünyanın siyasi xəritəsi əsasən nəyi müəyyən etmək olmaz? Burada dağların düzənliklərin mövqeyini. A, B, C məntəqələri arasındakı məsafə xəritə üzərində 33,3 sm bərabər olarsa, xəritənin miqyasını təyin edin. Verilənləri yazaq birinci. Nə verilib? Xəritədəki məsafə 33,3. Xəritənin miqyası tapmalıyıq. Miqyas sual. Gəlin tənasübü quraq görək. Burada biz nəyi tapa bilərik? 1 santimetrdə miqyas, xəritədəki məsafə, həqiqi məsafə. Bizə miqyas soruşur. Xəritə məsafə məlumdur. Həqiqi məsafəni tapa bilərik. Gəlin həqiqi məsafəni necə tapaq? Həqiqi məsafəni tapmaq üçün biz A-dan, B-dən və C-yə hərəkət eləmişik. Deməli, indi baxaq. A-dan B-yə birinci gəlmişik. A yerləşir 30-cu paraleldə, B yerləşir ekvator üzərində. Bunlar arasındakı həqiqi məsafəni tapmaq üçün, biz bilirik ki, A-dan B-yə gələndə 180 azimutdan gəlir. 180 azimutdan gəlirsə, biz bunun həqiqi məsafəni tapmaq üçün, deməli, 1 dərəcə, yəni meridianla gəlir. Meridianla 180 dərəcə gəlir ki, meridianın da 1 dərəcə qoysun uzunluğu 111 kilometr. 111 kilometr. Sonra biz A-dan B-yə baxaq, düsturumuz belə idi. Gedilən bucaq dərəcə də yaza bilərik. Bir də həqiqi məsafə. Burada gedilən bucağı tapmalıyıq. Deməli, gedilən bucaq bərabərdir. Deməli, A yerləşir 30-cu paraleldə, şimal en dairəsində, çünki ekvatorun yuxarıdadır və B deyər 0-da. Bunlar arasında dərəcə fərqini tapmaq üçün 30 çıxılsın 0 bərabər 30 dərəcə. Deməli, bunu tapdıq. Gəlin yerinə qoyaq, gedilən məsafəni tap. 1 dərəcə 111 kilometr, gedilən 30 həqiqi məsafə. Tənasüb qururuq. Həqiqi məsafə vurulsun 1 bərabər 30 vurulsun 111. Həqiqi məsafə bərabərdir 3330 kilometr. Deməli, A-dan B-yə bir həqiqi məsafəmiz 3330 kilometr oldu. Gedək indi digərini tapaq. İndi isə B-dən C-yə biz 90 azimutdan gedirik. 90 azimutdan gedirsə, deməli paralellə gedirik. Paralellə gediriksə, deməli biz hansı paraleldə getdiyimizi baxmalıyıq. Hansı paraleldə gedirik? 0-cı paraleldə. 0-cı paraleldə 1 dərəcə yenə qoyulsun uzunluğunu tapırıq. 1 dərəcə qoyulsun uzunluğu paralel üzrə, ekvator xətti üzrə 111 kilometr qəbul olunur. Əslində 111-13, amma 111 qəbul olunur hesablamalar üçün. 111 kilometr. Yenə gedilən bucaq dərəcə həqiqi məsafə. Yerinə qoyaq 1 dərəcə 111 kilometr. Gediləni tapaq. Gedilən bucaq bərabər. Deməli, B-dən C-yə getmiş. B yerləşir 50-də, C yerləşir 80-də. İkisi də şərq uzunluğudur. Çünki arta gedirsə şərq uzunluğudur. Deməli, bunlar arasında dərəcə fərqini tapmaq üçün 80-dən paralel üzrə gedəndə biz meridianlara baxırıq. Biz paralel üzrə hər hansı məntəqədən gedəndə meridianların dərəcələrinə baxırıq ki, onların fərqini tapırıq. Deməli, onda biz tapaq 80 çıxılsın 50 bərabər 30 dərəcə. Deməli, bizim gedilən bucağımız 30 oldu. Yerinə qoyaq 1 dərəcə 111 kilometr 30 dərəcə həqiqi məsafə. Yenə tənasüb. Həqiqi məsafə bərabərdir 30 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 3330. İkinci məsafə oldu 3330. Deməli, bunların cəmini tapırıq. Çünki A, B, bir də BC gedib. 6660 kilometr. Buradakı həqiqi məsafəni tapdıq. Gətirək qoyaq yerinə. Deməli, 1 santimetrdə miqyas, xəritə məsafə 33,3. Həqiqi məsafəmiz, deməli,
6660 kilometr. İndi tənasüb. Yəni miqyas vurulsun 33,3 bərabər 6660 vurulsun 1. Buradan da biz miqyas bərabərdir 6660 bölünsün 33,3. Bu da miqyas da bərabərdir 200. Və bir kilometr olduğu üçün biz vururuq bunu 100 minə. Çünki 1 kilometrimiz 1 kilometr 100 min santimetrdir. Ona görə vururuq 100 minə 5 sıfır əlavə olunur. 1, 2, 3, 4, 5. 3 olacaq 1 bölünsün 20 milyon. D variantı. Növbəti. Kiyev şəhərinin yerləşdiyi paralel çevrənin uzunluğu deməli 25812 kilometr olsa bu paraleldə 1 dərəcə qoyulsun uzunluğunu hesablayın. Tənasüb quraq. Biz bilirik ki, paralel çevrə istəyiriksə bu tamdır. Tam. Bunun uzunluğu 25812 kilometr. Bir dərəcəni tapaq. Bu neçə tam olaraq çevrə neçə dərəcə? 360. 360 dərəcə neçə kilometrdir? 25810. Sadə tənasübdür. 360 dərəcə 25812 kilometr. 1 dərəcə də x. Buradan da 360x bərabərdir 25812. X də bərabərdir 1 dərəcənin kilometri. 25812 bölünsün 360. 360. X də bərabər 25812 bölünsün 360. 71,7. Cavab B variantı. 71,7 də 50-ci paralelin dərəcə qiymətidir. Bu da 7-ci sinif kitabında verilib. Növbəti. Sxema əsasən K, L, M məntəqələrini təyyarələr Bakı şəhərinə daha qısa yolla çatmaq üçün müvafiq olaraq hansı istiqamətlərdə hərəkət etməlidir? Gəlin buradan Bakının da yazaq koordinatları bunlarla bərabər. Deməli yerləşir Bakı 40 şimal en dairəsi, 50 şərq uzunluğu. Burada bir nöqtə qoyaq. Bakı. Bura oldu Bakı. Bakı. İndi deyirik ki, K, L, M məntəqələri Bakı şəhərinə daha qısa yola çatmaq üçün hansı istiqamət? K-dan başlayaq. K-dan gəlirik bura. Bakıya. Belə çəksək, görərik ki, bura şərqdirsə, aşağı cənubdirsə, burası cənub-şərq. Sonra L-dən çəkək. Belə çəkirik. Və belə biz baxırıq ki, bu olacaq cənub-qərb. Üfüqün cəhətlərini burada çəksək, görək ki, cənub-qərb. Hər hansı gedilən məntəqədən rahat tapmaq üçün orada üfüqün cəhətlərini çəkirik və tapırıq. Sonra M-dən çəkək. M-dən də çəkirik. Baxırıq ki, şimal-qərb. E variantı. Ekvator üzərinin 150 şərq uzunluğunda yerləşən A məntəqəsindən 4440 km şərqdə yerləşən nöqtənin coğrafi koordinatları müəyyən edilir. Ekvator xətti 0. 150 şərq uzunluğu. 150 şərq uzunluğu. 150 şərq uzunluğu. Bundan şərqdə yerləşən nöqtə. Yəni şərqə gedirik. Neçə kilometr? 4440. Şərq qeyriksə deməli biz yana gedirik. Paralellə. Paralellə qeyriksə deməli paralelin qiymət dərəcəsi dəyişməyəcək. Olduğu kimi qalacaq. Bu ekvatordur. Bu dəyişmir. Bu variantlar hamısı getdi. Ekvatorla, yəni hər hansı paralellə qeyriksə bunun paralel dərəcəsi qiyməti dəyişmir. Şərqə və yaxud da qərbə getsə dəyişmir. Dəyişən ancaq uzunluqlar olacaq. Yəni baxın nə qədər uzunluq dəyişəcək. Həqiqi məsafə məlumdur. Verilib. Həqiqi məsafə 4440 kilometr. Yəni tənasüb quraq. Paralellə gedir. Paralellə gelirsə biz baxırıq ekvatordur. Ekvatorda 1 dərəcə qoyulsun uzunluğu nə qədər? 111 kilometr. Gedilən bucaq
dərəcə və yaxud fərq yoxdur. 4440 kilometr. Tənassüb qururuq. 111 vurulsun gedilən dərəcə bərabər 4440. Gedilən dərəcə bərabər 4040 bölünsün 111. Gedilən dərəcə bərabərdir 40 dərəcə. Deməli, 150 şərq uzunluğundan 40 dərəcə gedib şərqə. Şərqə gedirsə, biz 180-ə kimi bunu üzərinə gəlirik, yəni toplayırıq. 150-dən deyək 180-ə kimi toplayırıq. 150-nin neçə gələndə 180? 30 dərəcə. Amma biz neçə dərəcə gəlmişik ümumi olaraq? 40 dərəcə. 10'u qaldı. 180-dən sonra keçirik qərb uzunluğuna. Qərb uzunluğu biz bilirik ki, azala-azala gedir. 180'dən azalır, sıfıra doğru gəlir. Bu da 10 dərəcədir. 10 dərəcə. 180'dən də 10 dərəcə çıxırıq, olur 170 qərb uzunluğu. Bir daha deyirəm. Məntəqədən şərqə doğru getsə, arta gəlir, 180'də dayanır. Biz də 40 dərəcə gəlir, 30'unu gəldik, 180 oldu. Sonra 10 dərəcəmiz qalmışdı, 180'dən sağa doğru yenə gedirik, azalır, olacaq 170 qərb uzunluğu. A variantı. Ekvator üzərində, yenə ekvator üzərində 150 qərb uzunluğunda, deməli, yenə ekvator xətti 0. Deməli, yenə ekvator xətti deyirsə, burada enlik dəyişməyəcək. Y variantı getdi. 150 qərb uzunluğu. Deməli, 150 qərb uzunluğu. A məntəqəsindən çıxan səyyar 270 azimut. 270 azimut da bu tərəfdir. Qərb istiqamətdir. 270. Azimutla 5550 kilometr. Sonra coğrafi koordinatları təyin. Bu ekvatordur, bu heç dəyişmir. Gəlin, yenə nə ilə gedir? Paralellə gedir. Paralellə gedirsə bu dəyişmir. İndi paralelin dərəcə qiymətinin ekvatordan 1 dərəcə paralel qövzünüz 111 kilometrdir. Yəni, belə qəbul olur məsələlərdə. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Deməli, gəlin tapaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcəni bilmirik. Həqiqi məsafə 5550 kilometr. Tənasüb qururuq. Deməli, gedilən dərəcə vur 111 bərabər 5550. Buradan da gedilən dərəcə bərabər 5550 bölünsün 111. Gedilən dərəcə bərabərdir 50 dərəcə. Deməli, biz məntəqədən 50 dərəcə 270 azimutdan getmişik. Hansı məntəqədən? 150 qərb uzunluğuna. 150 biz dedik ki, qərb uzunluğundan da qərbə doğru getdikcə biz yəni yenə 180-ə tamamlamalıyıq. Yenə qərbə, əgər şərqə getsək azala-azala gedir. 180-ə tamamlamalıyıq. 150 qərb uzunluğundan biz bu tərəfə 50 dərəcə getmişik. Deməli, 180-ə tamamlayaq. 30'unu gəlirik, plus 30. Buradan 30 çıxdıq. Qaldı neçə? 20 dərəcə. Gəldik 180'ə çatdıq. İndi buradan 20 dərəcə o tərəfə getməliyik. Yəni 180 çıxılsın 20. Çünki keçirik şərq uzunluğuna. Olacaq, deməli, 160 şərq uzunluğu. Deməli, 160 şərq uzunluğu burada olur. Və daha doğrusu burada, ekvator xəttində. 160 şərq uzunluğu və ekvator üzərində. A variantı.